İlk telekommunikasiya peykinin kosmos məkanında görünməsi ölkənin hərtərəfli inkişafının təsdiqidir. Bu, həm də gələcək inkişafa təminat deməkdir. Ölkəmizdə turizm sahəsinin inkişafını böyük həssas göstərəcəkdir. Çünki Azərbaycanın çox səfalı, görməli yerləri çoxdur. Amma əsaslar olsun ki, hər bir nöqtədə o kommunikasiya vermək, televiziyanı qəbul etmək, radionu qəbul etmək, hansısa o rabitənin təmin olunması o qədər də asan məsələ deyil. Çünki yerüstü rabitə kanallarının çəkilməsi bəzi hallarda heç mümkün olmur. Çünki dağın elə bir zirvəsindədir ki, mümkün olmur. Onun da həll yolu ondan ibarətdir ki, yer ətrafı orbitdə olan peykimizin yer üzərində kiçik antennalar olacaqdır. Yəni o informasiyanın qəbulu və ötürücüsünü həyata keçirən kiçik antennalar olacaqdır. Bunu da ki, Azərbaycanın istənilən nöqtəsinə qoymaq mümkündür. Azərbaycanın hər bir nöqtəsini turizm obyektinə çevirmə imkanımız olacaqdır. Rusiyanın Sankt-Peterburq şəhərində terror və ekstremizmə qarşı əməliyyat keçirən